Salyan rayon icra hakimiyyətində 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elmar Əbilov, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, eləcə də ali təhsil müəssisələrində təhsil olan tələbələr iştirak edirlər. Tədbiri giriş sözü ilə açan Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov gəncləri 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edərək bildirdi ki, məhz bu uzaq görən siyasətin nəticəsində ölkəmizdə güclü və məqsədyönlü gənclər siyasətinin təməli qoyulub. Rayon icra başçısı çıxışında xüsusi olaraq qeyd edib ki, vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan gəncləri yüksək vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək xalqımızın qürur mənbəyinə çevriliblər. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov gənclərin ölkənin gələcəyində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmar Əhmədov gənclərin Yeni Azərbaycan Partiyası sıralarında fəal iştirakını yüksək qiymətləndirərək partiyanın ideyalarına sadiq, təşəbbüskar və fəal gənclərin sayının artmasının sevindirici hal olduğunu vurğulayıb. Tədbirdə çıxış edən gənclər isə bildiriblər ki, Cənab Prezident İlham Əliyev gənclərə daim dəstək göstərir. Onların təhsil alması, peşəkar kadr kimi formalaşması və ictimai həyatda fəal iştirak etməsi üçün geniş imkanlar yaradılıb. Gənclər bu dəstəyin onların gələcək uğurlarında mühüm rol oynadığını xüsusi qeyd ediblər. Eyni zamanda vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan gənclərinin nümayiş etdirdiyi qəhrəmanlıq və fədakarlığın hər bir gənc üçün örnək olduğu xüsusi vurğulanıb. Sonda Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Onlara gələcək fəaliyyətində uğurlar arzulanıb.